Hamıya salam. Bugünkü videomuzda Konstitusiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli plenumunu sizinlə qısa şəkildə müzakirə edəcək. Bu plenumda şəraitin dəyişməsi və cinayət təqibinə xitam verilməsi ilə bağlı maddələrin əlaqəli şərh edilməsinə həsr olunub və Konstitusiya Məhkəməsinə Gəncə Apellyasiya Məhkəməsi müraciət edərək bildirmişdir ki, hərbi qulluqçu Məmmədov barəsində 2021-ci ildə Tərtər Hərbi Məhkəməsi ilkin hazırlıq iclasında şəraitin dəyişməsi maddəsinə əsasən cinayət təqibinə xitam vermişdi. Lakin dövlət ittihamçısı apellyasiya protesti verərək bu məsələ ilə bağlı öz etirazını bildirmişdir ki, şəraitin dəyişməsi maddəsi ilə ilkin hazırlıq iclasında cinayət təqibinə xitam vermək olmaz. Yalnız məhkəmə baxış zamanı şəraitin dəyişməsi halı sübuta yetirilməlidir, onun meyarları müəyyən olunmalıdır və artıq şəxs barəsində şərait dəyişərsə, həmin hərbi qulluqçu Məmmədov barəsində yalnız məhkəmə baxış zamanı cinayət təqibi məhkəmə tərəfindən xitam oluna bilərdi. Və işə baxan Konstitusiya Məhkəməsinin plenumu şəraitin dəyişməsi və cinayət təqibinə məhkəmənin ilkin hazırlıq iclasında və məhkəmə baxış zamanı xitam verilməsi məsələlərini izah etməyə çalışmışdı və Konstitusiya Məhkəməsinin sizinlə müzakirə etdiyimiz bu plenumunda biz şəraitin dəyişməsi ilə bağlı qeyd olunan məsələləri qısa şəkildə sizin diqqətinizə çatdırmaq istəyirəm. Şəraitin dəyişməsi 74-cü maddəmizdə öz əksini tapır Cinayət Məcəlləsinin şəxsin əməlinin və ya onun özünün ictimai təhlükəliliyi olmadığı hallarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayət barəsində şəxsin həyatında olan şəraitin dəyişməsi ilə bağlı olan müddəalar mövcudursa, bu zaman cinayət təqibinə xitam verilə bilər və şəxsin cinayət məsuliyyətindən azad olunması mümkün ola bilər. Şəraitin dəyişməsi cinayət təqibinə xitam verilməsinə əsasdır. Ancaq Cinayət Məcəlləsində 74-cü maddəsinə uyğun olaraq Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, yəni cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara aiddir şəraitin dəyişməsi. Yəni bu o deməkdir ki, təhqiqatçı və müstəntiq şəraitin dəyişməsi halını aşkar etdikdə onların hüququdur ki, cinayət təqibinə xitam versinlər. Lakin onlar cinayət təqibinə xitam verməyə də bilərlər. Cinayət işini davam etdirib, cinayət işini yekunlaşdırıb, məhkəməyə təqdim olunur cinayət materialları, cinayət işi materialları və məhkəmə baxış zamanı bu məsələyə məhkəmə tərəfindən xitam verilə bilər. Amma Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin üzr istəyirəm, 39-cu maddəsi isə cinayət təqibini istənilən hallardır. Yəni CPM-in 39-cu maddəsində olan hər hansı müddəa təhqiqatçı və müstəntiqin qarşısına çıxdıqda onlar həmin cinayət təqibinə xitam verməlidir. Onların vəzifəsidir ki, cinayət təqibinin istənilən halları aşkar etdikdə təqibə xitam verilsin. Zaman-zaman istintaq təcrübəsində şəraitin dəyişməsini Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə xitam vermək istəyirlər. Bu da düşünürük ki, olmaz. Cinayət Prosessual Məcəlləsində cinayət təqibinin istənilən hallar dedikdə, yəni 11-ci bəndə diqqət eləsə, Cinayət Qanununun maddəsinin hüquqi qüvvəsinə görə təqib istisna olunur. Bu hüquqi qüvvə zamana və məkana görə qüvvəsidir. Yəni şəraitin dəyişməsindən bağlı deyil. Zamana və məkana görə qüvvəsi Cinayət Məcəlləsinin 10-cu, 12-ci maddəsinə baxsaz, orada məkan dedikdə Azərbaycan Rusiyasının hüdudları başa düşülür. Həmin zaman dedikdə isə cinayət əməlinin törədildiyi zaman qüvvədə olan cinayət qanunu başa düşülməlidir. Yəni buna çox vaxt ayırmaq istəmirəm. Cinayət Məcəlləsində müvafiq maddələrə baxsaz, biləcəksiniz ki, zamana və məkana görə maddənin cinayət qanununun hüquqi qüvvəsi nə deməkdir? Şərait dəyişməsi tamamilə başqa bir şeydir. Şəraitin dəyişməsi dedikdə şəxsin həyatında baş verən ciddi dəyişikliklər başa düşülür. Şəxsin hərbi xidmətə getməsi, ali məktəbə qəbul olması, şəxsin yaşayış yerinin dəyişməsi və bu kimi başqa məsələlər şəxsin şəxsi həyatında baş verən dəyişikliklərlə ehtiva olunur. Həmçinin ölkə miqyasında, regionda baş verən sosial, iqtisadi, siyasi və digər dəyişikliklər də şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər və bu halda şəxsin əməlinin və özünün ictimai təhlükəliliyi aradan qalxmış hesab olunursa, şəxsin barəsində cinayət məsuliyyətinə şəxs azad olunur və onun barəsində olan cinayət təqibinə xitam verilə bilər.
Şəraitin dəyişməsi ilə bağlı onu qeyd etmək lazımdır ki, bu məsələ Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsində cinayət təqibinə xitam verilməsi kimi göstərilir və şəraitin dəyişməsi dispozitiv normadır. Yəni təhqiqatçı və müstəntiq hüququdur ki, bu halı müəyyən etdikdə cinayət təqibinə xitam verə bilərlər. Amma həmin maddənin 3-cü və 4-cü bəndləri slaytda da gördüyünüz kimi imperativ xarakterlidir. Yəni səmimi peşmanlıqla, zərərçəkmiş şəxslə barışmaqla, mülkiyyət əleyhinə törədilən cinayətlərə görə cinayət məsuliyyəti azad edilməsi halları, həmçinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətindən azad edilmə halları imperativ xarakterlidir. Yəni CPM-də olan sol tərəfdəki maddələr var. 40.3-cü və 4-cü bəndlərdə olan maddələri mən sizə nömrələrini vermişəm Cinayət Məcəlləsində olan ardıcıllığa əsasən və sağ tərəfdə isə həmin normalarının açılışını vermişəm ki, siz Cinayət Məcəlləsinə baxmağa vaxtınız olmasa ilə bu slayda baxıb biləsiniz ki, buradakı olan maddələrin məzmunu, yəni 40.3 və 40.4-cü maddələrin məzmunu nə ilə bağlıdır. Qeyd etmək lazımdır ki, cinayət işi zamanı ilkin hazırlıq mərhələsində, məhkəmə ilkin hazırlıq iclasındadırsa, yalnız cinayət təqibinə 39-cu maddə və 40.3 və 40.4-cü maddəsinə xitam verə bilər ilkin hazırlıq iclasında. Çünki ilkin hazırlıq iclası məhkəmə baxışının mümkünlüyünün yoxlanılması məqsədinə həyata keçirilir ki, cinayət işi ilə bağlı bütün məsələlər qaydasındadır və məhkəmə baxışında cinayət işinə baxıla bilər. Sənədlər, sübutlar, cinayət işi ilə bağlı olan digər məsələlər, ittiham aktı ilə bağlı və digər məsələlərlə bağlı hər şey qaydasında olduğu üçün iş ilkin hazırlıq iclasında dinlənilir və məhkəmə baxışına göndərilə bilər. Ona görə də məhkəmənin ilkin hazırlıq iclasında hər hansı araşdırma aparılmır. Yalnız müəyyən faktlar orada yoxlanıla bilər. Ona görə də əgər cinayət təqibinə istənilən hal varsa, misal üçün cinayət işi ilə müəyyən olunub ki, şəxs anlaqsızdır. Bu zaman artıq araşdırmaya ehtiyac yoxdur. Ekspertiza nəticəsindən bilinir ki, bu şəxs məhkəmə psixiatrik ekspertizası deyir ki, bu adam anlaqsızdır. Törətdiyi əməl onun nəticəsini başa düşmür və şəxsin artıq bu fabula ilə ilkin hazırlıq iclasında cinayət işinə xitam verilə bilər. Amma 40.2-ci maddədə misal üçün şəraitin dəyişməsini burada məhkəmə araşdırmalıdır, məhkəmə baxışından verilməlidir və burada məhkəmə istintaqı getməlidir. Amma məhkəmə ilkin hazırlıq iclasında isə məhkəmə istintaqı getmir. Qısaca məsələlərə baxılır, mümkünlük mövcud olduqda, yəni cinayət işinə məhkəmə baxışına baxmaq mümkün olduqda artıq cinayət təqibinə məhkəmə baxışında məhkəmə istintaqı zamanı araşdırılır. Lakin yenə deyirəm 39, 40.3 və burada 40.4-cü maddələrdə olduqda, yəni hər hansı əsas olduqda məhkəmə ilkin hazırlıq iclasında cinayət təqibinə xitam verilə bilər. Bu isə 305.1-ci maddəsinə əsasən qeyd olunub. Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə baxsaz, orada görəcəksiniz ki, yalnız 39, 40.3 və 40.4-cü maddələrə əsasən təqibə xitam verilə bilər. 40.2-ci maddə isə həmin 305.1-də qeyd olunmayıb. Deməli, məhkəmə şəraitin dəyişməsi ilə bağlı məsələyə ilkin hazırlıq iclasında qiymət verə bilməz. Bura məhkəmə istintaq lazımdır. Burada sübutlarla qeyd olunmalıdır ki, şəxsin əməli və özünün artıq ictimai təhlükəliliyi yoxdur. Şərait kəskin sürətlə dəyişib və burada biz cinayət təqibinə və şəxsin cinayət məsuliyyətindən azad edilməsi məsələsinə qənaətə gələ bilərik. Və sonda Konstitusiya Məhkəməsi qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305-ci maddələrinin tələblərinə uyğun olaraq şəraitin dəyişməsi ilə bağlı hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə və müdafiə tərəfinə razılığı ilə xitam verilə bilər. Yəni ilkin hazırlıq iclasında bu məsələyə xitam verə bilməz. Deməli, dövlət ittihamçısı burada haqlıymış. Həmçinin qeyd edir ki, 39.1.11-ci maddəsində Cinayət Qanununun müddəalarının qüvvəsi dedikdə zamana və məkana görə qüvvəsi başa düşülür. Burada şəraitin dəyişməsi 39.1.11 kimi qiymətləndirilə bilməz. Cinayət Qanununun müddəalarının zamana və məkana görə qüvvəsi cinayət təqibinin istinə haldır. Yəni həmin vaxtı Cinayət Qanununda qüvvədə olan
normalara əsasən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Şəraitin dəyişməsi ilə biz ətraflı şəkildə qeyd etməyə çalışdıq və o şəraitin dəyişməsi 40.2-ci maddədə, yəni cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar müddəsinə aiddir və sonda qeyd etmək lazımdır ki, yalnız məhkəmə baxış zamanı bu məsələlər öz əksini tapdıqdan sonra və müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilə bilər. Yəni ilkin hazırlıq iclasında məhkəmə 40.2-ci maddə ilə şəraitin dəyişməsi ilə bağlı məsələyə baxıb ona xitam verə bilməz. Mütləq məhkəmə istinad etməlidir. Sübutlar və digər əhəmiyyətli sənədlərlə bu məsələlər öz əksini tapdıqdan sonra şəxsin barəsində cinayət təqibinə xitam verilə bilər. Bugünkü videomuz bu qədər. Sizin üçün maraqlı olan məqamlar varsa şərh bölməsindən qeyd edə bilərsiniz. İnanıram ki, izah sizin üçün faydalı olacaq, səmərəli olacaq. İnşallah növbəti videolarda görüşənədək sağ olun, özünüzə yaxşı baxın.